Ramiz Mehdiyevin çevriliş planını Rusiyanın ifşa etdiyi haqqında məlumatlar Putin onu niyə qurban verdi sualını önə çıxarır. Burada iki mühüm cavab ola bilər. Birincisi, Putinin planla razılaşmamasıdır. Rusiyada Azərbaycana münasibətdə həmişə iki kanalın mövcud olduğu məlumdur. Bir xətt Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi sərt mövqe sərgiləyir, digər xətt Kreml daha loyal münasibət göstərir. Bu, Rusiyanın postsovet məkanında məşhur olan yaxşı və pis polis taktikasından irəli gəlsə də, bir sıra hallarda kanalların yanaşmalarında ziddiyyətlər, toqquşmalar da olur. Lakin son qərar Putin tərəfindən verilir. Bu fikirlərlə siyasi şərhçi Asif Nərmanlı çıxış edib. Onun sözlərinə görə, mümkündür ki, Mehdiyevin çevriliş planı Putinə məruz olunub. Azərbaycanla münasibətlərin kəskin atmosferi fonunda planın qəbul ediləcəyi gözləntiləri olsa da, Rusiya prezidenti imtina edib və Bakı ilə münasibətlərin normallaşmasında nə qədər maraqlı olduğunu təsdiq etmək üçün düşənbədə Əliyevi məlumatlandırıb. İkincisi, Rusiya perspektivi olmayan çevriliş planından siyasi məqsəd üçün istifadə edib. Çevriliş planının reallaşmasının qeyri-real olduğunu, xüsusilə Prezident İlham Əliyevin gücü və Azərbaycanda Rusiyaya olan mənfi münasibət fonunda Moskvada anlayıblar. Onu da anlayıblar ki, perspektivsiz çevriliş cəhdinin dəstəklənməsi Azərbaycanla münasibətlərdə geri dönüşü olmayan vəziyyət yarada, Rusiyanın bölgədəki mövqeyinə ciddi zərbə vura bilər. Bu baxımdan Putin Mehdiyevi Bakı ilə münasibətlərdə siyasi dividend qazanmaq üçün qurban verib deyə məlumatda iddia olunur.